Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sporta baxırsınız. Ay Həkim efirdədir. Studiyada doktor Tutu Zeynalovadır. Bugün növbəti qonağımızla çox maraqlı mövzu ətrafında söhbət açacağıq. Əslində, bu mövzular mənim özüm üçün də maraqlıdır və əminəm ki, siz də bugün elə bayram günlərində, tətil günlərində bizə ayırdığınız bu 40 dəqiqəni maksimum səmərəli keçirəcəksiniz. Çünki biz evdə təcili tibbi yardımdan danışacağıq. Hansı mövzularda maariflənməyə ehtiyacımız var? Təcili tibbi yardım həkimi gələnə kimi nə etmək olar, nə etmək olmaz. Və bu bayram günlərində artan şikayətlər, Ramazan ayında artan şikayətlər və hansı xəstəliklərin kəskinləşməsi mövcuddur. Bütün bu problemlər haqqında danışacağıq. Qonağımız isə Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu rayonu təcili yardım bölməsinin həkim anestezioloq reanimatoloqu doktor Emil Xuduludur və əminəm ki, maksimum faydalı olmağa çalışacaq doktorumuz. Çünki Nəzrin xanımın göndərdiyi bütün təcili tibbi yardım həkimləri olduqca səmimi həmsöhbət olurlar və maraqlı həmsöhbət olurlar. Bunu sizdən gələn geri dönüşlər də bizə deyir. Buna görə də Nəzrin xanıma da buradan təşəkkürümüzü bildiririk. Emil doktor, bayram günlərindəyik, tətil davam edir. Hansı şikayətlərlə müraciətlər artıb? Hər vaxtınız xeyir olsun. Sizin də, izləyicilərin də bayramını təbrik edirəm. Dəvətiniz üçün təşəkkür edirəm. Çalışacağam ki, məlumatların maksimum faydalı olsun. İnşallah. Demək, bu il Novruz bayramı ilə yanaşı orucluğun da mart ayına təsadüf eləməsi biz həkimlərin işində xüsusi bir spesifika yaradır. Çünki ayrı-ayrılıqda Novruz bayramı ilə əlaqədar olaraq təcili yardımın həmişə işində bir artım, bir yüklənmə müşahidə olunur. Bu həm Novruz bayramında bizim Novruz ənənələrimizlə bağlıdır, süfrəmizlə bağlıdır. Tonqalla. Bəli. Həm bizim mart ayında olan orqanizmimizin sirkad ritmlərinin dəyişməsi ilə bağlıdır. Hansı ki, bu dövr üçündə spesifik xəstəliklər vardır. Müəyyən qrup xəstəliklərin bu dövrdə kəskinləşməsi müşahidə olunur. Bundan başqa, bu il isə orucluğun da mart ayına təsadüf eləməsi bizim işimizdə müəyyən mənada fərqli bir xüsusiyyət yaradır. Əvvəlcə onu qeyd edeyim ki, Novruz bayramı ilə əlaqədar olaraq təcili yardımda ən çox olan müraciətlər sırasında şəkərli diabet xəstələridir. Mövsümi xarakter daşıdığına görə ən çox müraciətlər artır. Təzyiqi olan xəstələrimizlə bağlı. Orucluğun bu dövrə təsadüf eləməsi isə yenə də həm diabet xəstələrinin səhhətində müəyyən problemlər yaradır, həm orucluğa, bəli, ürək-damar xəstəlikləri kəskinləşə bilər. Bu dövr üçün sirkad ritmlər dəyişdiyinə görə nevroloji problemlərin kəskinləşməsi müşahidə olunur. Orucluqla bağlı mədə-bağırsaq sistemi problemləri olan şəxslər daha çox narahat olur. Yəni, bu ayın, bu bayramın, bu günlərin özünün spesifik müraciətləri vardır. İşiniz çoxdur bir sözlə. Bəli, bir sözlə mart ayında həqiqətən də işimiz çoxdur. Təbii ki, bu müraciətlər hər bir fəsilə, hər bir mövsümə uyğun olaraq müəyyən statistik qruplara bölünür. Mən ilk öncə məlumat vermək istəyərdim diabet xəstələri barədə. Buyurun, doktor. Çünki Novruz bayramında bilirik ki, Novruz ənənələri, Novruz süfrəsi daha çox şirniyyatla bağlı süfrədir və şirniyyatın, karbohidratların, karbohidrogenlərin xüsusi çəkisi süfrəmizdə çox olur. Bu da Öncə süfrəmizdə, sonra özümüzdə. Bəli. Bu da təbii ki, diabet xəstələri və xüsusilə də mədə-bağırsaq xəstələri, təzyiqi olan xəstələr üçün arzu olunan olmasa da müəyyən problemlər yaradır. Məsələn, son günlər təcili yardım olan müraciətlər sırasında diabet xəstələrində şəkərin yüksəlməsi ilə bağlı müraciətlər çoxdur. Xəstələrin xüsusilə də insulin deyil, tablet şəklində diabetik dərmanlar qəbul edən xəstələrdə şəkərin səviyyəsini nizamlamaq çətinləşir. Heç təsadüfi deyil ki, tanıdığımız əksər xəstələr məhz bu dövrdə vəziyyəti ilə əlaqədar olaraq məcburi şəkildə insulinə keçməli olur. Çünki diabetik həblər, onlar necə deyərlər, bayram süfrəsindən daddıqca, şəkərin səviyyəsi artdıqca
bunu tabletlərlə idarə etmək çətinləşir. Bəli, İnsulin tənzimləmək belədir ki, olmur. şəkəri çox yedikcə insulin dozasını artırırıq, amma tabletlərdə bunu tənzimləyə Bəli, biz bilmirik. bunu tənzimləyə bilmirik və yaxud da bunu tənzimləmək istədiyimiz effekti vermir. Ona görə də müalicə həkimi də çətin vəziyyətdə qalır və göstərişə əsasən yaranmış vəziyyətlə əlaqədar olaraq məcburi insulin inyeksiyasına keçir. Bəs Ramazana bağlı olaraq şəkərin düşməsi müşahidə olunurmu? Çünki Ramazanda biz daha çox hipoqlisimidən çox doğru vurğuladınız. İkinci bir məsələ orucluqla bağlı olaraq biz bilirik ki, diabet xəstələri xüsusi qidalanma rejiminə malikdir. Bəli. Onlar xüsusi menyu ilə qidalanmalıdır. Qidalandığı menyuda karbohidratların, zülalların, yağların çəkisi xüsusilə tarazlıq olmalıdır. Bunlara da əməl etmək orucluq müddətində onlar üçün çətinlik yaradır. Yəni, belə deyək, ənənəyə uyğun olaraq və yaxud da öz xüsusiyyətlərindən, xarakterindən irəli gələrək başa düşürəm, oruc tutmaq istəyir, bunun savabını bilir, başa düşür, bunu qazanmaq istəyir, amma biz bilirik ki, orqanizmə bağlı olan həyati vacib göstərişlər var. Elədir. Ona görə də bu çox ciddi bir nəzarət altında olmalıdır. Heç təsadüfi deyil ki, orucluq müddətində diabet xəstələrinin şəkərinin düşməsi müşahidə olunur. Amma problem bundadır ki, şəkərin yüksəlməsi qədərlə şəkərin düşməsi də kifayət qədər ciddi bir problemdir. Ona belə bir sual yaranır. Deyək ki, evdə diabet xəstəsi var. Biz Bəli. hardan bilək onun şəkəri və yaxud hansısa bir yerdəyik və yanımızda bir şəkərli diabet xəstəsinin halı pisləşib. Hardan bilək ki, bunun şəkəri düşüb, yoxsa qalxıb və hansı tədbirləri görək təcili yardım gələnə qədər? Bəli, çox aktual bir sualdır. Ümumiyyətlə, dünyada olan tendensiya belədir. Diabet xəstələrinə bu diaqnoz qoyulduqda, onlar dispanser qeydiyyata götürüldükdə, müəyyən müayinələrdən keçdikdən sonra, onlar üçün həblər və ya insulin təyin olunduqdan sonra bu müalicənin fundamental əsaslarından biri odur ki, diabet xəstələrinə öz xəstəliyi barədə kitabça verilməlidir. Və diabet xəstələrinə kifayət qədər kütləvi informasiya vasitələrində onların diabet haqqında məlumat ala biləcəyi mənbələr var. Yəni, diabet xəstələri öz xəstəliyini yumşaq ifadə eləsəm, öz müalicə həkimi qədər bilməlidir. Elədir. Şəkərin düşməsi və ya şəkərin yüksəlməsi, bunlar diabetə bağlı fərqli hallar olduğuna görə biz həkimlər üçün bunu fərqləndirmək, diferensiyasiya eləmək müəyyən simptomlara əsaslanır. Amma bu simptomların bəziləri kifayət qədər sadədir, primitivdir. Xəstələr özləri də bunu hiss edə bilərlər. Təsadüfi deyil ki, uzun müddətli diabet xəstələri artıq bunu bilirlər. Amma yenə də məlumat verməliyik, məlumatlandırmalıyıq. Məsələ necədir? Əgər xəstənin şəkəri düşərsə, bu xəstələrdə hipoqlikemik vəziyyət yarandıqda, yəni şəkərin düşməsi vəziyyəti yarandıqda, xəstələr daha çox oyanıqlığa meyilli olur, xəstələr baş ağrısından şikayət eləyir, xəstələr bədənində, əllərində əsmədən şikayət eləyir, xəstələr daha aqressiv davranmağa başlayırlar. Bəzən şəkərin düşməsi kritik həddə çatdığı halda isə xəstələrdə tərlənmə müşahidə olunur, onların huşu dərinləşə bilər və bu kimi simptomlarla xəstənin özü və ya ətrafındakı məlumatlıdırsa, dərhal başa düşür ki, bu xəstənin şəkəri düşüb. Adətən uzun müddət diabet olan xəstələr həmişə ciblərində şirin bir şey gəzdirirlər. Bu qənd ola bilər, bu adi bir şokolad ola bilər, bu adi bir konfet ola bilər. Çünki artıq bu halla bir neçə dəfə rastlaşdığı üçün xəstə öncədən buna hazırlıqlı olur. İkinci bir məsələ isə şəkərin yüksəlməsidir. Bu isə hiperqlikemik vəziyyət adlanır. Hiperqlikemik vəziyyətdə isə müəyyən simptomlar hipoqlikemik vəziyyətdə olduğu simptomların əksidir. Məsələn, şəkəri yüksəlmiş xəstənin dərisi daha çox quruyur, xəstə aqressivlik göstərmək əvəzinə yuxuya meyilli olur, halsızlaşır, xəstədə tormozlanma müşahidə olunur. Hər iki halda isə oxşar olan simptomlardan biri odur ki, xəstə yerləşdiyi yerə, məkana görə orientasiyanı itirir. Bəzən xəstəyə biz sual veririk, xəstə bizim sualımıza ümumiyyətlə adekvat bir cavab vermir. Məsələn, məkana görə, yerə görə, zamana görə orientasiyası pozulmuş bir xəstəyə sual verəriksə, siz indi hardasınız?
xəstə sizə deyə bilər ki, bu gün ayın 4-üdür. Bu artıq nevroloji simptomdur. Ümumiyyətlə isə beyin dumanlanır. Bəli. Ümumiyyətlə isə şəkər xəstələri üçün belə bir ayrıcı spesifik simptomlar var. Dərisi qurudursa, xəstə yuxuculdursa, halsızdırsa, ehtimal ki, şəkər yüksəlmişdir. Xəstə oyanıq, aqressiv, dəri örtüyü nəmdirsə, əllərində, ətraflarında əsmə müşahidə olunursa, böyük ehtimal ki, şəkəri düşmüşdür. Bəs huşsuzdursa? Necə? Huşsuzdursa. Huşsuzdursa, təbii. Məsələ belədir. Əgər şəkərli diabet xəstəsini biz huşsuz vəziyyətdə aşkar edəriksə, bu halda ətrafdakı insanlar bu xəstəyə ağız yolu ilə hər hansı bir şirniyyatın verilməsi, şirin verilməsi, suyun verilməsi kimi belə deyək, yardıma qəti şəkildə meyilli olmamalıdırlar. Çünki qalxmış da ola bilər. Qalxmış da ola bilər, düşmüş də ola bilər, amma bizim bu dırnaqarası qadağamızın səbəbi şəkərin səviyyəsi deyil. Xəstənin huşsuz olması onun udma refleksinin canlı olmaması deməkdir. Xəstənin iradi aktlarının olmaması deməkdir. Bu halda şəkəri düşmüş olsa da belə eləyəcəyimiz bir yardım çox ciddi bir fəsad yarada bilər. Xəstənin nəfəs yoluna ya cisim gedə bilər, adi su ola bilər, qənd ola bilər və fərqli cəhətlər. Ona görə də diabet xəstəsi huşsuzdursa, birmənalı şəkildə təcili yardım çağırılmalıdır və təcili yardım gələnə qədər bütün huşsuz xəstələr üçün təyin olunmuş həyat pozası deyilən bir poza var. Xəstə sol yanı üstə çevrilir və bu vəziyyətdə də saxlanılır. Bu halda xəstənin huşu olmadığı üçün onun öz dili, öz çəkisi ilə yana əyilir, nəfəs yolunun girişi açılır. Bu xəstənin əgər ağzında, nəfəs yolunda yad cisim varsa, özü öz ağırlığı ilə düşəcəkdir. Ona görə də huşsuz diabet xəstələrinə ən doğru yardım qeyri-tibbi şəxs tərəfindən, bəli, qeyri-tibbi şəxs tərəfindən, tibb təhsili olmayan bir şəxs tərəfindən ən doğru yardım budur. Bu halda xəstə sol yanı üstə çevrilməlidir və birmənalı şəkildə təcili yardım çağırılmalıdır. Aydındır, maraqlıdır. Və təzyiqi qalxan insanlar da çox olur və bilirik ki, həkim gələnə qədər biz müdaxilə etməyi sevirik. Hətta həkimə də bəzən göstəriş veririk. Yox, keçən dəfə bilirlədik, təzyiqi düşdü, istəyirsiniz bu dərmanı verin, bu iynəni vurun, isti su qalmır, limonlu su qalmır. Əslində elə etməliyik, sadəcə doğru yardım etməliyik. Bəli, isti su qalmır, vannalar qalmır, limonlu su qalmır. Limonlu suyun təzyiqi salmadığını deməkdən yorulmuşuq, amma hələ də buna inanıb və burada yəqin ki, plasebo effektini görürük. Biz olsun, o da bir effektdir. Əsas o da təzyiq düşsün. Burada təzyiqi qalxmış bir xəstəyə həkim gələnə qədər nə etmək olar, nə etmək olmaz? Aydındır. Deməli, bu məsələ də il boyu demək olar ki, təcili yardımın çağırışlarının statistikası sırasında ilk yerlərdədir. Çünki təzyiqlə bağlı xəstələr ümumiyyətlə Bakı şəhərində çoxdur. Bunların böyük əksəriyyəti öz xəstəliyinə ciddi yanaşmaması səbəbindən yaranır. Böyük əksəriyyəti müalicəyə düzgün əməl etməməsi səbəbilə, böyük əksəriyyəti verilən təyinata düzgün əməl etmir. Bir qismi isə ümumiyyətlə verilən tapşırıqları yerinə yetirmək əvəzinə başqa birinin təklifi ilə müalicə eləməyə çalışır. Başqasının dərmanı içir. Qohumumda belə idi, başqa bir tanıdığım şəxsdə belə idi. Bu da nəticə etibarilə təcili yardımın iş yükünü artırır. Təzyiqi olan xəstələrdə yüksək təzyiqlə bağlı xəstəyə göstərilən yardımların bir neçə kateqoriyası var. İlkin kateqoriya xəstənin özünün özünə edəcəyi yardımdır. Bu da kifayət qədər informativ bir yardımdır. Xəstələrimizin əksəriyyəti bununla bağlı informasiya vasitələrindən mənbələr aşkar edib, oxuya bilər, məlumatlı ola bilərlər. Məsələ necədir? Əgər xəstənin təzyiqi yüksəlibsə, bizim üçün önəmli olan nədir? Təzyiqi yüksəlmiş şəxsin sadəcə təzyiqi mi yüksəlib, yoxsa yüksəlmiş təzyiqin törətdiyi fəsad da varmı? Məsələn, xəstələrdən birinin təzyiqi yüksəkdir, amma xəstənin ciddi bir nevroloji, kardioloji simptomları, şikayəti yoxdur. Biz bunu ağırlaşmamış, fəsadlaşmamış hipertenziya kimi qiymətləndiririk.
Bir qism xəstələrdə isə təzyiq yüksəldikdə müəyyən simptomlar meydana gəlir. Misal üçün? Bəli, nevroloji xəstədirsə əgər əvvəlcədən bu təzyiqin yüksəlməsi nevroloji problem yarada bilər. Bu ola bilər şiddətli baş ağrısı, bu ola bilər qusma, bu ola bilər görmənin bu və ya digər dərəcədə pozulması, baş gicəllənmə çox xarakterik simptomlardan biridir. Bundan başqa daha ciddi hallarda isə beyin qan dövranının pozğunluğu, yəni insultlar yarana bilər. Xəstələrimizin özünə göstərəcəyi yardım belə deyək ki, iki qrupdur. Birinci qrup qeyri-tibbi yardımdır. Bu daha çox fiziki üsullarla, fizioterapevtik üsullarla təzyiqin salınması cəhdləridir. Bu artıq bütün dünyada qəbul olunmuş normadır. Bu tendensiya arzu olunandır, tövsiyə olunandır. Məsələn, xəstənin ayağını isti vannaya qoyması, xəstənin təzyiqi yüksəkdirsə, uzandığı halda başının altını bir qədər hündür etməsi, xəstənin təmiz havaya çıxması, tənginəfəslik kimi şikayətləri varsa, xəstənin mütləq oturaq halda olması və s. Dərman yardımına gəldikdə isə bütün dünyada yüksəlmiş qan təzyiqinin salınması üçün xəstənin özü tərəfindən qəbul edə biləcəyi ən təhlükəsiz dərman olaraq qəbul olunmuşdur kaptopril. Xəstələr daim yüksək təzyiqi olan xəstələr yanında kaptopril olmalıdır. Dil altına mı qoyurlar onu? Bəli. İstər evində, istər iş yerində, istər maşınında və ya bir yerə gedəcəksə, gedəcəyi yeri mütləq özü ilə aparmalıdır. Burada başlamaq lazımdır. Kiçik dozalardan 25 mg-lıq dozadan başlanmalıdır. Xəstə bunu su ilə daxilə də qəbul edə bilər. Əgər təzyiq yüksəkdirsə, bəli, dil altına və ya çeynəmə şəklində də qəbul edə bilər. Ümumiyyətlə, təzyiqi yüksək olan şəxsə təcili yardım çağırılırsa, təcili yardımın gəlməsinə qədər mütləq bu dərman şəxsə verilməlidir. Burada məsələ nədir? Biz bir sıra çağırışlarda təbii ki, bu suallarla üzləşirik. Bu, belə deyək, dırnaqarası iradlarla qarşılaşırıq. Mən kaptopril istifadə eləyəcəkdimsə, təcili yardımı niyə çağırırdım? Ona görə də biz təcili yardım əməkdaşları xəstələri bu barədə maarifləndirməliyik. Məsələ nədir? Xəstənin təcili yardım çağırdığı halda onun ünvanına çatana qədər xəstənin kaptopril sırasından olan dərmanları qəbul etməkdə məqsədi təzyiqini salmaq deyil. Məqsəd təcili yardım gələnə qədər daha yüksək qalxıb baş verə biləcək hər hansı bir fəsadın qarşısını almaqdır. Fərz eləyək ki, xəstənin təzyiqi 200 civarındadır, fəsadlaşmış deyildir, xəstənin ciddi bir şikayəti yoxdur. Sadəcə bir balaca narahat olduğuna görə təzyiqini ölçür və müəyyən edir ki, 200-dür. Bu, kaptoprili qəbul etmir, təcili yardımı çağırır. Təcili yardımda həmin ərəfədə fərz eləyək ki, hər hansı bir əsassız çağırışdadır. Bu da kifayət qədər böyük bir problemdir bizim üçün. Əsassız çağırışdadır və təcili yardımın bu ünvana çatması 20-25 dəqiqə zaman alır. Bu 20-25 dəqiqə müddətində bu xəstədə beyin qan dövranının kəskin pozğunluğu olacağının bir qarantisi yoxdur. Düzdür. Amma xəstə təcili yardımı çağırdığı halda bu dərmanı qəbul edirsə, təcili yardımın çatacağı bu müddət ərzində artıq bu nevroloji risk azalır. Həyat qurtarıcı olur bəzən. Mən çox üzr istəyirəm, biz reklamlara ayrılmalıyıq. Daha sonra maraqlı söhbətimizi davam etdirəcəyik dostlar. Verilişimizin baş sponsoru Ştada şirkətidir. Kalsium, D, nikamet, portağal və limon dadlı çeynəmə tabletlərini sizə təqdim edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitaminin qəbulu üçün nəzərdə tutulub. Kalsium, D, nikamet 25 ildən artıq mövcuddur və sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkürlər baş sponsorumuz Ştada şirkətinə. Digər təşəkkürümüz İdman həkimi Fərid Səlimovadır. Böyük Britaniya təhsili İdman həkimi Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. 055 318 83 94 əlaqə nömrəsidir. Biz davam edəcəyik, reklamlara baxırıq. CBC Sporta baxırsınız dostlar. Ay Həkim davam edir. Studiyada doktor Tutu Zeynalıvadır. Bugün təcili tibbi yardım
əməkdaşlı qonağımızdır. Biz bayram günlərində, tətil günlərində rast gəlinən təcili situasiyalardan və bu vəziyyətlərdən çıxış yolları haqqında danışırıq. Qonağımız Respublika Təcili Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinin Sabunçu rayon təcili yardım bölməsinin həkim anestezioloq reanimatoloqu doktor Emin Xuduludur və biz yüksək təzyiqdən danışırdıq ki, deməli həkim gələnə qədər pasiyentə, yəni xəstəyə kaptopril verməyimizin məqsədi yarana biləcək fəsadın qarşısını almaqdır ki, xəstə həkim gələnə kimi insult keçirtməsin. Belə loro dildə desək, mən xalqın dilindən danışıram. Onda belə bir sual çıxır ki, yaxşı təzyiq düşdü, həkim niyə gəldi? Həkim nə edəcək gələn həkim? Məsələ nədir? Deməli, xəstələrə təcili yardım briqadası gələnə qədər kaptopril verməkdən məqsədimiz baş verə biləcək fəsad riskini azaltmaqdır. Bu məsələnin birinci tərəfi. Məsələnin ikinci tərəfi, təcili yardım həkimi gələnə qədər həmin kaptoprilin təsiri nəticəsində xəstənin təzyiqi stabilləşərsə, bu artıq təcili yardıma ehtiyac yoxdur anlayışına gəlmir. Çünki təzyiq yüksək qalxdıqda xəstənin ciddi bir şikayəti olmasa da belə, bu xəstə təcili yardım həkimi tərəfindən ilkin nevroloji müayinədən keçirilməlidir. Dəyərləndirilməlidir. Bəli, dəyərləndirilməlidir. Fərz eləyək ki, bir qism xəstələrimizdə bu daha çox özünü göstərir. Xəstənin təzyiqi ölçülür. Məsələn, 180 civarında bir təzyiqdir. Xəstəyə bildiririk ki, ciddi bir şikayətiniz varmı? Xəstə bildirir ki, yox. Biz başa salırıq ki, xəstəyə ki, təzyiqiniz çoxdur. 180 artıq ciddi bir hipertoniyadır. Xəstə isə müəyyən səbəblərdən bunu norma kimi qəbul edir. Həkim, mən artıq buna öyrəşmişəm. Mənim həmişə təzyiqim 160-170 Mənim işçi təzyiqim budur. Mən bu təzyiqdə özümü yaxşı hiss eləyirəm. Bu xəstə tərəfindən dəyərləndirmədir. Amma bizim tərəfimizdən dəyərləndirmədə bu xəstənin bu təzyiqdə riski çox böyükdür. Baş verə biləcək hər hansı bir koronar hadisə, beyin-qan dövranı hadisəsi və ya daha ciddi hallarda daha ciddi problemlərlə üzləşə bilər. Ona görə də təzyiq düşdüyü halda həkimə ehtiyac yoxdur yanaşması doğru deyil. Mən xəstəni dəyərləndirməliyəm və klinik tibbi nöqteyi nəzərdən əmin olmalıyam ki, hal-hazırda bu xəstədə ciddi bir fəsad yoxdur. Bu halda həkim yardım etməyə bilər, əgər buna bir göstəriş yoxdursa, amma ilkin dəyərləndirmə mütləq aparılmalıdır. Hansı preparatları istifadə etmək olmaz? Nə etmək olmaz təzyiq xəstəsinə? Çünki bəzən görürük ki, aspirin verirlər, nitrogliserin verirlər, nə bilim damarından qan almağa çalışırlar və s. Bunları biz görürük. Bəli. Yəni daha çox siz görürsünüz. Bəli. Mən anestezioloq, reanimatoloq ixtisasında 20 il öncə sağollaşdım internadan sonra, təəssüf ki, bu başqa mövzudur. Nə etmək olmaz təzyiq xəstəsinə? Təzyiqi yüksək olan xəstələr üçün tövsiyələr olduğu kimi müəyyən dərəcədə şərti və ya mütləq qadağalar da var. Misal üçün. Məsələn, təzyiqi yüksək olan xəstənin əgər rəqəm 180-dən çoxdursa, bu xəstələrin istənilən bir qan duruldurucu preparatı qəbul etməsi qəti qadağandır. Çünki bu və ya digər damar hövzəsində ciddi bir qanama riski yaradır. İkinci bir məsələ. Təzyiqi yüksək olan xəstələrdən qan alınması proseduru artıq tarixə qovuşub. Bu prosedur müəyyən klinik fizioloji effektlər versə də, amma tədqiqat olaraq bunun klinik effekti sübuta yetirilməyib. Hətta bir qism xəstələrdə əvvəldən qan dövranı problemi olan xəstələrdə isə daha ciddi problemlərə yol açırıq. Bu artıq tarixi bir effektdir. Üçüncü bir məsələ, xəstələrin, xüsusilə də kardioloji problemi olan xəstələrin əl altında nitrogliserinin olmasıdır. Biz bilirik ki, nitrogliserin preparatı, bunu bir qism kardioloji xəstələr də bilir, təzyiqi salır. Digər təzyiq dərmanlarından ciddi bir fərqi odur ki, nitrogliserinin təzyiqi salmaq xüsusiyyəti, hipotenziv effekti çox sürətlə baş verir. Bəzi xəstələrdə isə buna həssaslıq olarsa, bu təsəvvür eləyin ki, 5-6 saniyə vaxt alır. 5-6 saniyə ərzində xəstənin təzyiqi 200-dən 0-a düşə bilər. Bu da həyatı təhlükə. Bəli, bu da klinik ölüm başda olmaq şərti ilə çox ciddi həyat təhdidi yaradır. Dəfələrlə çağırışlarda bundan üzləşmişik.
ən belə deyək, xoşa gəlməz, arzu olunmaz tərəfi də budur ki, bəzən bu hallarda təzyiqi yüksək olan xəstəyə nitrogliserini verən özünün nitrogliserini olan başqa bir xəstədir. Mənim də təzyiqim olur. Həkim mənə bildirib ki, bu hallarda nitrogliserin qəbul etmək lazımdır. İçən kimi düşür. Bəli, nitrogliserini sənə verim, təzyiqin düşəcək. Bəzi hallarda təəssüf ki, müraciət zamanı ünvana çatdıqda artıq iş işdən keçmiş olur. Yəni faciə bir sonluq olur. Amma bir mənalı şəkildə istər xəstələr, istər ətrafında olanlar, ümumiyyətlə tibb təhsili olmayan şəxslər nitroqliserindən maksimum uzaq durmalıdır. Çünki təzyiq salmaq xüsusiyyəti nitroqliserinin klinik əsas xüsusiyyəti deyil. Bu onun yan təsiridir. Anladım. Yəni xəstələr Əlavə onun yan təsiridir. təsirindən əsas effekt kimi istifadə etdikdə faciəvi sonluq olur. Aydındır. Təşəkkür edirəm. Və bir məsələ də var ki, Buyurun. əminəm ki, sizə də bu sualı verirlər gələndə, çünki biraz zaman keçirdiniz ailə üzvlərini. Bu təzyiq ölçən cihazdır, təzyiq aparatı. Bəli. Hansı yaxşıdır? Elektron yaxşıdır, yoxsa dədə-baba qaydasından ölçüm daha yaxşıdır? Çünki bəzən görürsən fərq olur və bəzən olur ki, xəstə həyəcanlanır, təzyiq biraz daha Bəli. yüksək göstərir və yaxınları deyir ki, bu elektron aparatlar işləmir, bu doğru deyil, buna inanma. Bu da əslində çaşqınlıq yaradır ki, əslində Bəli. təzyiq çox yüksək ola bilər, aparat az göstərə bilər və yaxud aparat çox göstərər, təzyiq əslində çox elə də yüksək olmaz və təzyiq salıcı dərmanlar mənfi təsir edə bilər. Bəli. Hansına inanaq, hansını alaq? Məsələ nədir? Ümumiyyətlə təzyiqin ölçülməsi proseduru, yəni tonometriya prosedurunun ümumiyyətlə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tərtib olunmuş qaydası var. Aha. Bu qayda həm tibb işçilərinə aiddir, həm də bu prosedurun aparılması qaydası xəstələrə aiddir. Tonometriyanın aparılması üçün bir neçə vacib məqam var. Birinci vacib məqam budur ki, xəstə ən azı 5-10 dəqiqə müddətində sakit istirahət vəziyyətində olmalıdır. Məsələn, şəxs pilləkənlə çıxır, bir neçə mərtəbəni çıxır, gəlib evə oturur. Oturan kimi deyir, mənim təzyiqimi ölçün. Ölçürlər, təzyiq yüksəksən. Təcili yardım çağırırlar, həyəcan baş verir, panika yaranır. Təcili yardım gələnə qədər 15-20 dəqiqə vaxt keçir. Bu 15-20 dəqiqə müddətində xəstə oturduğu üçün sinir sistemi Sakitləşir. kifayət qədər sakitləşir. Təcili yardım gəlib təzyiqi ölçür, məsələn 130. Və burada həkim tərəfindən haqlı irad 130 təzyiq, amma həkimə məlumat verir xəstə ki, yarım saat bundan əvvəl 180 idi. Bu məsələnin birinci tərəfi. Xəstə mütləq 5-10 dəqiqə müddətində dincəlməlidir. İkinci məsələ. Xüsusi energetik tərkibə malik içkilərin qəbulundan sonra təzyiqin ən azı 2 saat ərzində ölçülməsi doğru deyil. Bura aiddir tünd çay, bura aiddir kofe, bura aiddir energetik içkilər və ümumiyyətlə tərkibində kofein olan içkilərin hər biri. Alkoqol necə? Alkoqol da həmçinin. Həmçinin. Ona görə də bu içkilərin qəbulundan sonra olan təzyiqin ölçülməsində təbii ki, rəqəmlər səhv olacaqdır. Tütün İkinci- məhsulları bəs Bəli. aiddirmi bura? Siqaret. Bəli, bir mənalı Siqaretdən şəkildə. sonra da damarlar Bir daralır. mənalı bildiyim şəkildə, qədərilə. bəli. Biləsiniz ki, tütün məmulatlarının qəbulu bir siqaretin çəkilməsindən sonra təxminən 15-18 dəqiqə müddətində bütün damarlar spazm vəziyyətində olur. Bu spazmın götürülməsindən sonra isə orqanizmin tam sakitləşməsi üçün mən danışdığım, bildirdiyim yalnız bir ədəd siqaretdir. 45 dəqiqə müddətində orqanizm özünə gəlir. Bu da həmçinin təzyiqin ölçülməsində yanlış nəticəyə gətirib çıxardır. Növbəti bir məqam təzyiqin ölçülməsi ilə bağlı hansı qolda ölçüləcəksə, o qol mütləq üst geyimdən azad edilməlidir. Əgər üst geyim kifayət qədər dardırsa, kipdirsə, göstərilən ölçüm səhv olacaqdır. Növbəti məsələ sizin toxunduğunuz elektron və ya civəli manometrlərdən istifadə olunmasıdır. Elektron tonometrlərin özünə məxsus xüsusiyyəti ondan ibarətdir ki, bunlar elektron sistem olduğu üçün hədsiz dərəcədə həssasdır. Xəstənin emosional sferası, xəstənin oturduğu halda hətta vəziyyətini belə dəyişməsi, qolunu tərpətməsi,
üst geyiminin olub-olmaması elektron tonometrlərdə təzyiqdə fərqli nəticələr göstərir. Maraqlıdır. Ona görə də elektron tonometrlərlə bağlı xəstələrin bilməli olduğu nədir? Ətraf mütləq qol, bazu nahiyəsi üst geyimdən azad edilməlidir. Xəstə təxminən 10 dəqiqə, 15 dəqiqə müddətində ya oturmalı, ya uzanmalıdır. Tam sakitləşməlidir. Bəli. Bu halda elektron tonometrlə ölçülməlidir. İkinci tövsiyəm, elektron tonometrlə ölçümdən sonra ən azı 10 dəqiqədən sonra təkrar ölçüm aparılmalıdır. Ard-arda ölçmək olmaz. Bəli, ard-arda ölçmək olmaz. Bu ard-arda ölçmək özü bir klinik effekt yaradır, emosional effekt yaradır. Bəzən olur ki, müraciətlər sırasında xəstə bildirir ki, doktor, son 1 saat ərzində 8-9 dəfə ölçmüşəm, təzyiqim arta-arta gedir. Bu artıq sırf emosional məsələdir. Bu halda xəstənin hər dəfə bu rəqəmi görməsi onun emosional sferasına təsir edir. Bu mənim anamda baş vermişdi. Çox uzağa getmirəm. Evdə tək olduğu vaxt ölçüb təzyiqini görüb yüksəkdir. Burada məni çağırıb, burada təcili yardım çağırıb. Hamı gələndən sonra oturdu ki, hər şey yaxşıdır, təzyiq düşüb. Biz başa düşdük ki, burada emosional o tək olduğu üçün qorxub ki, birdən mənə nəsə olar. Və sonra ölçdü ki, hər şey yaxşıdır, hər şey qaydasındadır. Elə də yüksək deyilmiş təzyiqi. O da yəni ard-arda ölçmüşdü. Yarım saat ərzində səhv etmirəmsə 5-6 dəfə ölçmüşdü. Sən demə, bu da təzyiqin nəticələrinə təsir edir. Bu məsələ çox aktual məsələdir. Bilirsiniz, necə ki biz deyirik, diabet xəstələri özü haqqında oxumalıdır, məlumatlı olmalıdır, maarifləndirilməlidir. Bu deyərdim ki, bütün xəstəliklərə aiddir. Hipertoniyası olan xəstələr də öz xəstəliyi barədə, təzyiqin ölçülməsi barədə, nəyi etmək olar, olmaz, bu barədə maariflənməlidir. Sualınızda qeyd elədiniz ki, bəs təzyiq xəstələrinə nə olmaz? Nə etmək olmaz? Bəli. Təzyiqi yüksək olan xəstənin qan duruldurucu preparatlar istifadə etməsi qadağandır. Təzyiqi yüksək olan xəstənin nitrogliserin və ya nitrat qrupu olan fərqli adlarda ola bilər, amma molekula olaraq nitrat preparatı istifadəsi qəti şəkildə qadağandır. Bu həyat təhdidi yaradır. Üçüncü məsələ, təzyiqi yüksək olan xəstənin yataqda düz halda uzanması, tam üfüqi şəkildə uzanması məsləhət deyildir. Başını qaldıraq. Tövsiyə olunmur, bəli. Mütləq başının altı təxminən 35-45 dərəcəli buzaq altında qaldırılmalıdır. Növbəti məsələ, təzyiqi yüksək olan xəstələrin ayağını vanna etməsi icazə veriləndir, lakin burada da bir istisna hal vardır. Əgər xəstələrdə hipertoniya ilə yanaşı aşağı ətraf damarlarında ciddi bir patologiya vardırsa, damar xəstəlikləri, flebitin olması, tromboflebitin olması və s. damar xəstəliklərinin olması vanna prosedurlarını qəti qadağandır. İcazə verilmir. Bu həm damar baxımından ciddi bir fəsad yarada bilər, bu həm də gözlənilməz ani tromb hadisələrinə, bəli, trombemboliyaya yol aça bilər. Maraqlıdır. Deyirlər, mart çıxdı, dərd çıxdı. Mart ayında çox olur ki, razısınızmı bu fikirlə? Təcili tibbi yardım stansiyasının həkimlərinin də belə başa düşürəm ki, işi mart ayında çox olur ki, bir tərəfdən şəkərburalar, qoğallar, hələ qışdan qalan şorabaları yeyib qurtarmaq lazımdır ki, bu da təzyiqi qaldırır. Bu tərəfdən oruç tutanlar, onlar olmaz, həkim məsləhəti olmadan, öz müalicə həkimlə məsləhətləşmədən öz başına xroniki xəstəliyi olanların oruç tutması, bu tərəfdən tətillər, yuxu rejimimizin pozulması, gec yatmağımız və s. Həkimlər özünü necə qorur? Heç olubmu ki, sizin də təzyiqiniz qalxsın? Çünki rahat olmur bu xəstələrlə işləmək. Çox bizim üçün artıq aktual olan bir mövzuya toxundunuz. Buyurun. Demək, mart ayında ümumiyyətlə həm Novruzdan əlaqədar olaraq, həm sirkad ritmlərlə əlaqədar olaraq çağırışlar çoxdur. Həkimlərin, xüsusilə də təcili yardım həkimlərinin işi çoxdur ona görə ki, mart tətilində bütün poliklinik ambulator müəssisələr işləmir. Yükün hamısı bizim üzərimizə düşür. Təcili yardım həkiminin də təzyiqi olur. Təcili yardım həkimləri arasında təəssüf ki, təzyiq xəstələri çoxdur. Yuxusuz qalırsınız çünki. Kardioloji xəstələrimiz çoxdur. Artıq bir çox həkimlərimiz aorta koronar şuntlama əməliyyatına məruz qalıb. İnsult keçirmiş xəstələrimiz çoxdur, diabet xəstələrimiz çoxdur. Amma bunlar bizim işimizə, necə deyərlər, mane olmur. Biz öz işimizdə, öz amalımızda hər zaman hazırıq.
Mən sizə uğurlar arzu edirəm, Çox səbir təşəkkür arzu edirəm. edirəm və əhalimizə Çox də təşəkkür edirəm. çağırış edirəm ki, maksimum maariflənək öz xəstəliyimiz mövzusunda. Çünki elə hallar olur ki, doğrudan da təcili tibbi yardım həkiminə, təcili tibbi yardım əməkdaşlarına ehtiyac olmur və siz sadəcə hansısa xəstənin həyatını qurtara biləcək anda o həkimdən, o təcili tibbi yardımın xidmətindən istifadə edirsiniz ki, bu nəticədə də başqa bir xəstə Təəssüf ki, bəli. o vaxt ərzində həyatını itirə bilər. Yəni daha vacib xəstənin yanında ola bilərsiniz. Mən istəyərdim ki, növbəti dəfə yaxşı olar ki, elə siz başlamışkən bu mövzunu davam edək. Nəzirə xanım yəqin bizi izləyir. Məmnuniyyətlə. Gələrsiniz hansı hallarda təcili tibbi yardım çağırmamaq olar? Yəni xəstələr evdə özümüz yaxşı pis, yəni vəziyyəti necə dəyərləndirə bilərik? Bəli. Çünki biz nə qədər bu haqqda danışsaq, nə qədər təcili tibbi yardım həkimləri bu mövzularda müsahibəyə və söhbətə hazır olsalar, nə qədər çox informasiya versə, düşünürəm ki, əhali də bir o qədər maariflənəcək, bir o qədər məlumatlı olacaq və artıq hər xırda şey üçün təcili tibbi yardıma zəng etməyəcək. Çünki sizin də resurslarınız müəyyən bir çərçivədədir. Məhduddur, bəli. Əhali çoxdur, hamıya eyni anda çatmaq mümkün deyil. Mən uğurlar arzu edirəm sizə Çox işlərinizdə təşəkkür edirəm. və əhalimizə də bu mövzuda biraz səbirli davranmağa tövsiyə edirəm, arzu edirəm. Bilirəm, xəstəmiz yaxınımız olanda, o anda panikaya düşürük. Bu həkim olsam mənim də başıma gəlib və hər gedən dəqiqə bizə saat kimi görünür. Amma inanın ki, o gələn həkim də yəni istəyir ki, siz razı qalasınız, sizə yardım etsin və hansısa bir insanın həyatını xilas etmiş olsun. Bunu gəlin bilək və bir-birimizə bu mövzuda biraz anlayışlı davranmağa çağırıram hər birinizi. Son olaraq təşəkkürümü bildirmək istəyirəm verilişimizin baş sponsoru Ştada şirkətinə. Belə ki, kalsium döyüş, niqamət, portağal və limon dadlı çeynəmə tabletlərini isə təqdim edir. Günə 3 fincandan artıq kofe içirsinizsə, siqaret çəkirsinizsə, spirtli içkilərdən istifadə edirsinizsə, hamiləsizsə, laktasiya dövründəsizsə, vegansızsa, o zaman sizin kalsium ehtiyacınız artmış olur və buna görə də təyinata uyğun kalsium döyüş, niqamət, portağal və limon dadlı çeynəmə tabletlərini istifadə edə bilərsiniz. Ştada şirkətinin bu preparatı 25 ildən artıq mövcuddur, sınanmış preparatdır. Hamilələr və 3 yaşdan yuxarı uşaqlar da istifadə edə bilər. Digər təşəkkürümüz idman həkimi Fərid Səlimovadır. Fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə təklif edir. 055 318 83 94 nömrəsinə zəng edib həkimin qəbuluna yazıla bilərsiniz. Bugünlük bu qədər. Qonağımız Sabunçu rayon təcili yardım bölməsinin həkim, anestezioloq, reanimatoloq doktor Emil Xudulu idi. Özünüzə yaxşı baxın. Tətil günlərində və ümumiyyətlə hər zaman sağlamlığınızı sağlam ikən qoruyun. Hələlik.